Gözəl müştərilərimiz. Bu bıçağı görürsünüz. Bu 3 kilovatın bıçağıdır. 26 bıçaqlıdır. Kim bugün bu bıçağın tək satış qiyməti stanokdan çıxmış boqqayka konstruksiya satış qiyməti bu bıçağın ya bu bıçaqların 24-ün də var, 28-ün də var. Satış qiyməti 250 manatdır. Kim bugünkü gün ərzində Zeynal Günayın səsdir? Günayın 4-ü olan. 4-ü şeydir də, noyabrdır. 4-ü noyabrda, yəni 2025-ci ilə, bugünkü günədir. Yəni bir ildən sonra bugünkü videonu görüb sonra deməyin, ha bu gün də 4-dür. Bu gün 4-ü 2025-ci ildə, bax gördüyüm bizim aparatlar Usta Sərxanın sexində yığılır. Bütün sexlərdə yığılır belə aparatlar, bizim sexlərdə yığılır. Fərqi yoxdur. Allah hər ustaların işlərini aman desin, bizdən də. Bu gün yenə mən bir dənə kampaniya eləyirəm. Bugün gün ərzində axşama qədər kimlər zakas eləsə aparat zakas eləsə, bu bıçaq aparatdan əlavə, yəni zubor aparatdan əlavə bu bıçağın qiyməti tək 250 manatdır. Bugün kim zakas etsə bir dənə əlavə 250 manat bıçağı aparatın üstündə elə bir belə padarka verəcəyik. Zeynal nə tər fikirdir? Gördüyünüz aparat yəni rəngli forma olacaq, təkərli həmişə kimi ot çəkən, yem çəkən olacaq. Əlavə də üstündə da belə tək-tək gilə-gilə bıçaq yox. Bir dənə belə zubur, bıçaqdır 250 manat. Aparatın üstündə olan bıçaqdan da əlavə bir dənə belə bıçaq əlavə zapas verəcəyik. Bu da 250 manat. Bu gün amma gün ərzində axşama qədər kim zakas eləsə onlara adiyət. Da sabah zakas eləyənlərə heç bir adiyət yoxdur. Sabah zakas eləyənlərə belə bıçaq verə bilərik. 2 dənə, 3 dənə belə. Bax belə bir şey. Bax. Belə bir şey 4 dənə, 5 dənə verə bilərik. Amma gün ərzində kim zakas eləsə, bu bıçağın biri dəstimili 250 manat. Yəni 250 manat elə bir aparat elə bir 1000 manat alır, bir dənə 250 manata bıçaq. Elə bir aparat alır 750 manata, 1000 manat məsəl üçün. Belə bir şey. Öpürəm sizləri, sağ olun. Usta Sərxan, bir də sor balası. İnşallah 8 noyabrda da bir günlük kampaniya eləyəcəm. Hər aparatımda 1000 manatlıqda da 1200 manat, 1400 hər aparatımda 200 manat endirmə salacam bir gün. Bir günlük 8 noyabr zəfər günündə. İşte da nə istəyirsiniz? Bu inşallah bıçağımız nə yığılır Zeynəb? Oynaq bıçaqdır. Oynaq bıçaqdır. Baxın, 24 bıçaqdır. 24 bıçaqdır. 12, 24 bıçaqlı konstruksiyon yolunacaq. Bu isə çöldəki aparat həmin qardaşımızındır, Siyazəni qardaşımızındır. O aparatın üstünə qoyulacaq. Sarıqlanacaq, yolunacaq, balansdan çıxıb inşallah rənglənəcək. Öpürəm sizləri.